İyunun 22-sində Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan prezidentinin şərəfinə fəxri qaravul dəstəsi düzülmüşdü. Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovu qarşıladı. Fəxri qaravul dəstəsinin rəisi Türkmənistan prezidentinə raport verdi. Al! Diqqət! Sağa! Cənab Türkmənistan prezidenti, sizin Azərbaycan Respublikasına gəlməyiniz şərəfinə fəxri qaravul düzülüb. Qaravul rəisi polkovnik leytenant Quliyev. Türkmənistanın və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildi. Fəxri qaravul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun qarşısından keçdi. Azərbaycan nümayəndə heyətinin üzvləri Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olundu. Dövlət başçıları rəsmi foto çəkdirdilər. İlham Əliyevin Türkmənistan prezidenti ilə təkbətək görüşü olub. Daha sonra görüş geniş tərkibdə davam etdirilib. Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə Dostluq tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib. Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub və daha sonra Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.